Ələviyyə Babayeva, Adamlar və Talilər, 1-ci hissə. Salonda adam çoxdur. Tamaşaçılar 2-1-3-1 tabloların qarşısında durmuşdular. Leyla da girəcəyin sağ tərəfində, iki monumental tablo arasındakı rəsmin qabağında dayanmışdı. Çərçivəyə salınmış bu rəsmdə 5-6 yaşlarında bir qız təsvir olunmuşdu. Qızın uzun, qara hörükləri ilə bəhsə girən ağ, cansız üzündə sonsuz istirab vardı. O əllərini dizlərinə qoyub, azca irəli əyilmiş, heyrət dolu gözlərini küçüyə zilləmişdi. Rəsmin altında bu sözlər yazılmışdı. Sən nə dəhşətlisən, ölüm. Öz sevimli dostuna itirmiş qızcığazın kədərini və lal etirazını rənglərin təzadında rəssam elə gözəl vermişdi ki, kimsə onun qarşısından laqeyd ötə bilmirdi. Leyla institutu 2 il əvvəl bitirmişdi. Hazırda şəhər klinikasında işləyir və aspiranturaya hazırlaşırdı. O sərgi salonlarına, muzeylərə, kino, teatr tamaşalarına tək baxmağı xoşlayırdı. Camaat dağılışırdı. Sən nə dəhşətlisən, ölüm tablosunun qarşısında əlində etüdnik 2 cavan durmuşdu. Görünür, onlar rəssamlıq institutunun tələbələri idilər. Çünki danışa-danışa tablonu az qala təsviri incəsənətə məxsus terminlərlə molekulları parçalayaraq təhlil edirdilər. Leyla mübahisə edənlərin arxasında ayaq saxladı. Ucaboy oğlan yana döndü. Xalid müəllim, sizi təbrik edirik, deyib yanlarından ötən adama sarı addımladı. Bəstəboy oğlan da dostunun ardınca getdi. Leyla rəsmin qarşısında durub, arxada gedən söhbətə biixtiyar qulaq asırdı. Xalid müəllim, valla uşaqlar hey sizin rəsminizdən danışırlar. Bəstəboy oğlan dostunun sözünə qüvvət verdi. Xüsusən qızın sifətində, saçlarında işlədilmiş kontrast rənglər rəsmdəki ziddiyyətli cəhətləri biraz da qabarıq göstərir. Ay qardaş, tərifləmə görək, düzü ondakı nöqsanları mən indi görürəm. Leyla öz-özünə dedi, əsərin müəllifidir. Rəsmin sağ böyründəki faksimileni axtardı. Xalid Xalidzadə, özüdür ki var. Ucaboy oğlan da Xalid müəllim dedi. İş burasındadır ki, dünən bu nöqsanları görmürdüm. Bugün isə görürəm. Deyirlər, küçük səhv pozisiyadan işlənib. Ondan meyit qoxusu gəlir. Leylanın dodağı qaçdı. Çiyini üstdən sağa döndü. Tələbə oğlanlarla üz-üzə dayanmış cavanla nəzərləri qarşılaşdı. Birazdan Leyla salondan çıxdı. Neon lampalarının işığına qərq olmuş vestibüldən keçib, enli pilləkənlərə sarı getdi. Nədənsə o həmişə hündür pilləkən başında duranda, uçurum üstündə dayanan adamlar kimi bir an başı hərlənirdi. Buna görə də tez məhəccərdən yapışdı. Pilləkən boyu döşənmiş payandazın kənarı ilə yavaş-yavaş enməyə başladı. Amma ölüm çox iyrənc verilsə də, küçükdən ifunət qoxusu gəlsə də, yaxşı tablodur. Qəribədir, yaxından baxırsan, rənglərin xaosundan başqa bir şey seçmirsən. Bir addım uzaqlaşırsan, hər şey aydınlaşır. Xalid Xalidzadə yaxşı rəssamdır. Kiçik salondakı estampları da yaxşı idi. Leyla bu fikirlərlə dəmir lövhəciyi askıda işləyən xanıma uzatdı. Paltosunu geyinmək istəyirdi ki, 2 əl onun köməyinə gəldi. İcazə verin, deyə kimsə paltosunu əlindən aldı. Leyla çiyini üstə döndü. Təşəkkür edirəm Xalid müəllim, deyə gülümsündü. Onlar ilk dəfə belə tanış oldular. Xalid onu işlədiyi klinikaya kimi müşayiət etdi. O Leyladan hara getdiyini, nə üçün getdiyini soruşmadı. Onu ötürmək üçün icazə də istəmədi. Yol uzunu çoxdanın tanışı kimi söhbət etdilər. Şəhər klinikasının qarşısında Leyla ayaq saxlayıb dedi, mən çatdım. O bu sözləri elə utancaqlıqla söylədi ki, sanki klinikaya gəlib tez çatdıqları üçün özünü müqəssir hesab edirdi. Burada olursunuz? Leyla güldü. Burada işləyirəm. Xalid başını qaldırdı, gözlərini qıydı. Qapının böyrünə vurulmuş qara lövhədəki yazını oxudu. Şəhər klinikası. Demək həkimsiniz. Elə bilirdim incəsənət sahəsindənsiniz. Leyla qaşlarını çatıb gülümsədi. Deyəsən əvvəl səhv düşünüb, sonra etiraf eləməyə alışmısınız Xalid müəllim. Leyla xanım, birincisi mənə müəllim deməyin.
Bəs nə deyim? Təkcə Xalid deməyə axı dilim gəlmir. Çox xahiş edirəm ki, diliniz gəlsin. İkincisi, icazə verin sizi öz emalatxanama dəvət edim. Təzə estamplarımı göstərmək istəyirəm. Üçüncüsü də, hələlik ikisini həll edək, sonra üçüncüyə keçərsiniz. Tanışlıq üçün məncə 2 təklif bəsdir. Mən axı incəsənət adamı deyiləm. Qorxuram mənim dediklərimi bir elə əhəmiyyəti olmasın. Leyla xanım, rəkkanlığı hiss eləmək üçün həssas ürəyin olsa kifayətdir. Leyla nazik paltosunun qolunu qatlayıb saata baxdı. Paho, gecikirəm, hələlik, sağ olun. O yeyin addımlarla hasar qapısından həyətə keçdi. Xalid qızın dalınca baxdı. Qapı örtüləndən sonra getdikcə uzaqlaşan Leylanın dabanlarının səsini dinlədi. Mən onun nə familiyasını soruşdum, nə telefonunu yazdım, deyə fikirləşdi. Ətrafa göz gəzdirdi. Qapının böyründəki şüşəbənddə oturmuş gözətçiyə yaxınlaşıb soruşdu. Ay bacı, indicə buradan içəri girən xanım qıza nə təhər zəngi çalmaq olar? Növbətçi onu şübhə ilə süzdü. Xanım qızın telefonu nəyinizə gərəkdir? Bacı, ürəyinizə bir başqa şey gəlməsin. Leyla mənim qohumumdur. Bəs necə qohumdur ki, nömrəsini məndən istəyirsiniz? Bəyəm siz bütün qohumlarınızın telefonunu bilirsiniz? Xalidin sözü gözətçinin ağlına batdı. Bir dəftərçə çıxartdı. Budur, bax. Xalid onun göstərdiyi nömrəyə baxıb uzaqlaşmaq istəyirdi. Lakin gözətçi onu saxladı. Yox, elə yox, yadınızdan çıxar. Qələm kağız çıxarın, yazın. Xalid nömrəni cib dəftərinə köçürtdü. Leyla xəstələrə baş çəkib həkimlər otağına qayıtdı. Təyinat vərəqələrini nəzərdən keçirməyə başladı. Bu vaxt telefon səsləndi. Yekəpər Şəfqət bacısı dəstəyi qaldırdı. Eşidirəm. Bizdə 2 Leyla xanım var, hansını buyurursunuz? Mənə ay qız deməyin, sizi inandırıram ki, mən qız deyiləm. Dedim ki, bizdə 2 Leyla xanım var, familini bilmirsiniz? Elə isə əvvəlcədən xəbər verin, bizim Leyla xanımlarımızın heç biri telefonla görüşə çıxanlardan deyil. Leyla Şəfqət bacısının söz güləşdirdiyini görüb telefona tərəf gəldi. Gövhər bacı kimi istəyir? Gövhər dəstəyi yerindən asdı. Əşi, heç özü də bilmir kimi istəyir. Leyla xanımı çağırın deyir, ancaq hansı Leyla xanımı demir. Gövhər yanlarını çəkə-çəkə əlini yelləyib dəhlizə çıxdı. Leyla yenə əvvəlki yerinə keçdi. Təyinat dəftərini təzədən vərəqləməyə başladı. İynələrin hamısı vurulmuşdu. 2 nəfərə saat 12-də dərman verilməli idi. Bu xəstələr təşrihə hazırlanırdılar. Növbətçi həkim həmin xəstələrin diaqnoz vərəqlərini nəzərdən keçirtdi. Mədə xorası, hemoqlobin 72%, roya 45, qorxulu bir şey yoxdur. Hər şey öz qaydasındadır. Gülümsündü. Öz qaydasındadır demək asandır. Keçən növbədə gecə cavan bir xəstə gətirdilər. Tez təşrih etmək lazımdır. Leyla professora assistentlik edirdi. Ondan əvvəl hər şey öz qaydasında idi. Birdən xəstənin qan təzyiqi endi, ürəyi fəaliyyətdən düşdü. Onun alnını soyuq tər bastı. O professorun üzünə baxdı. Ağ qalpaqlı, tənzim maskalı professorun düyünlənmiş qaşları aransız hərəkətdə idi. Gözləri mələfələr arasından görünən yarıqda nə isə axtarırdı. O başını qaldırmadan pıçıldadı. Sakit, sakit, özünü ələ al, qan vurun, masaj, ritmik masaj. Leyla əmri yerinə yetirdi. Kök sümüyünün altından keçən damarı asta-asta ovdu, hərəkətə gətirdi. Cəmsi bir neçə saniyə keçən vaxt ona dözülməz dərəcədə uzun və üzücü göründü. Ürək əvvəlki kimi döyünməyə başladı. Qan təzyiqi qalxdı. Təşrih əməliyyatı sona yetdi. Kim deyir ki, cərrah soyuqqanlı olmalıdır? Olmalıdır demək asandır. Əməliyyat vaxtı həkim üçün qarşısında uzanmış xəstədən yaxın, doğma adam yoxdur. Cərrahın ürəyi xəstənin ürəyi ilə bir vurur. Bir də görürsən ki, ürək öz vəzifəsini ifadən imtina edir. Həkim üçün bu ölümdür. Cərrahlar çırpınmayan ürəklərin sayı qədər mənəvi ölüm keçirirlər. Ölümə alışmaq olmur. Ölüm həmişə dəhşətlidir. Sən nə dəhşətlisən ölüm. Leyla başını qaldırdı. Sərgidə gördüyü qızcığazın istirab dolu gözlərini xatırladı. Telefon zəngi onu sanki yuxudan ayıtdı. Eşidirəm. Sizə hansı Leyla xanım lazımdır?
Bəli, bəli. Mənəm. Xaliddir? Yoxsa bayaq bizim Şəfqət bacısı ilə danışan sizdiniz? Leyla ucadan güldü. Yox, biz yalnız müalicə edirik, əxlaq dərsi vermirik. Leyla fikrə getdi. Deyirsiniz mütləq lazımdır? Yaxşı, elə olsun. Demək təzə linogravürlarınızı göstərmək istəyirsiniz. Çox gözəl. Bundan kim imtina edər? Emalatxananız haradadır? Ünvanını deyin, yazım. Yox, lazım deyil. Mən özüm gəlib taparam. O barmaqlarını qatlaya-qatlaya sözünə davam etdi. Demək sabah cümə axşamı, birisi gün cümə, o biri gün şənbə. Bax, şənbə günü axşam boşam. 2 gün işdən azadam. Şənbə bir də bazar. Şənbə günü saat 6-da. Oldu. Mütləq, salamat qalın. Doğru deyirlər ki, insan induktordur. 5 duyğu üzvündən başqa onda bir də nəsə hələ kəşf edilməmiş 6-cı duyğu var ki, o görmədiyi, eşitmədiyi, hiss etmədiyi şeyləri qavrayır. Bu vaxta kimi biz instinkti və fəhmi inkar edirdik. Yalnız əqli, şuuru təsdiq edirdik. Buna görə deyirdik ki, insanı nəyə istəsən sövq etmək olar. O cəllada da çevrilə bilər, mələyə də. Bəs nə tər olur ki, eyni şəraitdə böyüyən 2 fərd tamam bir-birindən ayrılır. Biri cəllad olur, biri mələk. Burada yəqin daxili bir təkan və həvəs də lazımdır. Həmin təkanı, 6-cı duyğunu öyrənmək lazımdır. Qapı cırıldadı. Gələn Gövhər idi. Qoca yenə yuxu dərmanı istəyir. O axşam nə qədər dil tökdüm, başa saldım ki, hər gün yuxu dərmanı qəbul etmək olmaz. Dedi ki, yox, yata bilmirəm. O gülümsündü. 3 gündür ona veranal əvəzinə çay sodası verirəm. Heç 3 dəqiqə keçmir ki, kişinin xorultusu otağı başına götürür. Psixoterapiyadır. Vallahi elədir. Leyla kazarmaya oxşar binanın darvazası qarşısında durdu. Köhnə tikilinin dar, qaranlıq dalanından keçib, bağçalı geniş həyətə çıxdı. Ətrafa göz gəzdirdi. Həyətin o biri başındakı dar taxta pilləkənə sarı getdi. Elə bu vaxt pilləkənə baxan aynəbəndli qapı açıldı. Uca boylu, qaraşın bir gənc pilləkənin başında göründü. Telini uzun barmaqları ilə arxaya daraya-daraya pillələri enməyə başladı. Onun şax qaməti, dik baxışı bugün Leylaya keçən dəfəkindən xoş gəldi. Leyla aynəbəndli dəhlizi açılan geniş otağa girəndə işıqdan gözləri qamaşdı. Axşama yaxın olsa da emalatxananın şüşəbənd tavanından, küçəyə baxan enli pəncərəsindən otağa işıq seli axırdı. Divarlara tablolar sökədilmişdi. Skamyanın üstündəki saxsı güldanda bir dəstə zambaq vardı. Pəncərənin altındakı iri çəlləkdən 2 günə baxan boylanırdı. Məcməyiyə oxşar günə baxanların dövrələmə sarı ləçəkləri elə bir otağa axan günəş şüalarını acgözlüklə içirdi. Leyla emalatxananın tən ortasında durdu. Dərindən nəfəs alıb dedi. Burada o qədər maraqlı şey var ki, bilmirsən hansına baxasan. Xalidin dodaqlarını məsum təbəssüm araladı. Gözləri Leylanın bu tablodan o tabloya qonan kəpənək nəzərlərini izlədi. Leyla sumkasını pəncərəyə qoydu. Molbertin üzərindəki rəsmin qarşısında durdu. Tablo hələ hazır deyildi. Palitranın üzərində sarı rəngin onlarla çaları vardı. Fil sümüyünə çalan sarı, solğun sarı, açıq sarı, zəfəranı sarı, sarı kökət çalan sarı, sarı. Heç ağlıma gətirməzdim ki, adicə sarı rəng bu qədər müxtəlif imiş. Rəsmdə günəbaxan tarlası təsvir olunmuşdu. Göz işlədikcə günəbaxan, boy qalxan, dəyirmi üzünü göylərə tutub günəşdən pay uman günəbaxanlar. Sarı ləçəklərdə əks edən işıq rəngdən rəngə düşür, bərq vururdu. Elə bir tarlada günəbaxanların sayı qədər günəş doğmuşdu. Necədir, xoşunuza gəlirmi? Hələ qurtarmamışam. Leyla köks ötürdü. Məndən soruşsaydınız günəbaxan görmüsənmi? Deyərdim ki, şübhəsiz. Ancaq indi mənə elə gəlir ki, ilk dəfədir günəbaxan görürəm. Xalid pıçıltı ilə dedi. Elə isə qoyun sizə bir sirr açım. Bunun üzərində çoxdan işləyirəm. Nədən səlim gəlmirdi? Qurtardım deyə bilmirdim. Xüsusən dominant rol oynayan sarı tapılmırdı ki, tapılmırdı.
Bir neçə gün əvvəl səhər elə bil məni dümsükləyib oyatdılar. Qalxdım. Gecə yağış yağmışdı. Çəlləkdə gördüyünüz o günəbaxanlar üzünü günəşə çevirmişdi. Baxdım, gözümü çəkə bilmədim. Sarı ləçəklərdən içəri günəş işığı süzülürdü. Mən ucu qaralmış, boz tumların içərisinə günəş işığının necə axdığını da gördüm. Fırçanı götürdüm. Baxın, sarı ləçəklərin arasına vurulmuş sürməyi, bənövşəyi şıtırıqları görürsünüzmü? Mənim günəbaxanlarım cana gəldi. Hərəsi bir günəş oldu. O fırçanı palitranın üzərinə atdı. Gülümsündü. Bu da mənim sarı rəngimin bioqrafiyası. Otağa göz gəzdirdi. Yumuşaq kreslonu Leylaya sarı itələdi. Oturun, xahiş eləyirəm, sizi yordum deyəsən. Leyla etiraz etmədi, əyləşdi. Jaketinin düymələrini açdı. Dəsmalını çıxarıb üzünü sildi. Bilmirəm, hava istidir, yoxsa onun hərarətidir, deyə Molbertdəki tabloya işarə elədi. Xalid soyuducudan üzüm, sərin su çıxartdı. İçin, ürəyiniz sərinləsin. O yelləncəkli həsir stulda oturdu. Kətlin üzərindəki albomu əlinə aldı. Gözlənilmədən mətləbə keçdi. Mən sizin portretinizi işləmək istəyirəm. Etirazınız yoxdur ki? Leyla çiyinlərini çəkdi. Niyə? Gülümsədi. Bağışlayın, axı mən elə maraqlı sima deyiləm ki, rəssam əsərinin qəhrəmanı ola bilim. Sizcə rəssam əsərinin qəhrəmanı kimlər olmalıdır? Leyla qaşlarını dartıb fikrini aydınlaşdırmağa çalışdı. Heç olmasa məşhur bir həkim, nə bilim, tanınmış mütəxəssis, bəstəkar, alim, əmək qəhrəmanı, heç olmasa deputat. Nə çoxdur məşhur adam. Bax, elə mətləb də burasındadır ki, nə çoxdur məşhur adam. O fəhlə əlini oxşar iri əlini açıb Leylaya göstərdi. Bir-birinə bənzər iki barmağın izləri belə başqa-başqadır. Xalid danışa-danışa nəzərlərini əlindəki kağızdan ayırır, tez-tez Leylanın üzünə baxırdı. Leyla kəhraba kimi sarı şanı giləsini salxımdan qopartdı. Ağzına apararaq zarafata keçdi. Görən mən kimə oxşamalıyam? Altından yazarsınız ki, gələcəyin məşhur cərrahı Leyla Şərifzadə. Xalid kağızı özündən uzaqlaşdırıb diqqətlə baxdı. Sonra onu Leylanın dizləri üstə qoydu. Baxın, görün kimə oxşuyursunuz. Altından da nə yazırsınız, yazın. Leyla şəklə baxdı. Kömürlə tələsik çəkilən bir neçə ştrixdə onun üzünün cizgiləri məharətlə verilmişdi. Hamar anında qıvrılan telləri, uzun qara kiprikləri arasından baxan işıqlı gözləri. O başını qaldırdı. Bu mənəm. Xalid ciddi görünürdü. Nəzərləri Leylanın üzündə nə isə axtarır, araşdırırdı. Bəli, sizsiniz. Bir də mənim sizin haqqınızda düşündüklərim. Leyla vatman kağızını stolun üstünə qoydu. Rəssamın nəzərləri altında özünü narahat hiss etdi. Boğazını artıladı, yerində qurcalandı. Sonra qalxdı. Siz axı mənə estampları göstərmək istəyirdiniz. Xalid dəzgahda təzəcə çap etdiyi linaqravürləri divar dibindən döşəməyə düzdü. Leyla həcmcə çox da böyük olmayan rəsmlərə baxdıqca heyrətlənirdi. Görən Xalid bunları nə üçün sərgiyə verməmişdi? Balıqçılar triptixi onu valeh etmişdi. Balıqçı toru fonunda işlənmiş Quzu Xəzər triptixin birinci rəsmi idi. İkincisi Dəli Xəzər, üçüncüsü isə Nigarançılıq adlanırdı. Xalid onun fikrini oxuyurmuş kimi dedi. Bu yaxınlarda fərdi sərgimi təşkil edəcəklər. Bunların hamısını ora vermək istəyirəm. Leylanın gözləri bir qravüradan o birinə adlayır, ilk baxışda nəzəri cəlb etməyən cizgilərdə yeni-yeni detallar tapırdı. Zaman adlanan nəhrin gür axarında nəzərə çarpmayan ötəri hisslər sənətin, sənətkarın hökmü ilə cilvələndikcə, canlanıb nəfəs aldıqca necə yüksəlir, necə qüdrətli bir həyat həqiqətinə çevrilirmiş. Xalid iri əlini sağ tərəfdə divara söykədilmiş çərçivələrin üstünə qoydu. Bunları da sərgi üçün hazırlamışam. Baxmaq olarmı? O çərçivələrin arasından bir neçəsini seçib çıxartdı. Heyf ki, gün batır dedi. İşıq azdır. Kölgələr uzanırdı. Günəbaxan boynunu bükmüşdü. Sarı ləçəkləri sallanırdı. Güc bucaqda gizlənmiş qaranlıq otaqda qorxa-qorxa gəzirdi.
Xalid reflektoru yandırdı. Qaranlıq qaçıb gizləndi. Leylanın gözlərinə çılpaq qız portreti göründü. Əvvəl o tablonun önündən ötüb keçmək istədi, bacarmadı. Rənglərin qəribə qamması onun nəzərlərini kəməndə saldı. Əllərini qaldırıb xurmayı saçlarını yığan qız onun çiyni üzərindən harayasa baxırdı. Qızın arxasındakı sumağa pərdə sədəf kimi rəngdən rəngə düşən cavan bədəninin gözəlliyini daha qabarıq nəzərə çarpdırırdı. Leylaya elə gəldi ki, qız güzgüyə baxır. Düzdür, tabloda ayna görünmürdü. Ancaq qızın gözlərindəki incə hicab onun öz gözəlliyindən həzz aldığını ifadə edirdi. Qəribə burası idi ki, Leyla yad bir kişinin yanında bütün incəlikləri ilə təsvir olunan çılpaq qıza baxmaqdan çəkinmirdi. Bu çılpaqlıq ucuz şəhvət hissi doğurmurdu. İnsanı gözəllik qarşısında səcdə etməyə çağırırdı. Bu təkcə forma gözəlliyinin təqdiri deyildi. Bu eyni zamanda mənəvi yetkinlik idi. Təbiətin milyard illər ərzində yaratdığı insan adlı əzəmətli varlığa həsr olunmuş himn idi. Leyla gözlərini tablodan ayırmadan soruşdu. Naturadan çəkmisiniz, eləmi? Şübhəsiz. Ürəyi döyündü. Deməli, Xalid bu gözəl qızla üz-üzə durmuşdu. Buradaca, emalatxanada. Fikir kaleidoskopu tez-tez fırlandı. Leyla hara baxırdısa, nə düşünürdüsə, xəyalı hey çılpaq naturaçının ətrafında dolaşırdı. Çox qəribədir. O portretə işarə etdi. Qəribə peşədir deyirəm naturaçı olmaq. Xalid gülümsündü. Həmin sözlərin arxasında gizlənən mülahizəni Leylanın baxışlarından oxudu. Hərə sənətə bir cür xidmət edir. Leyla ürəyində dedi. Yaxşı xidmətdir. 15 manat qazanmaq xatirinə cavan oğlanın qarşısında lüt durmaq. Xalid portretə işarə etdi. O bilir ki, rəssamın qarşısında oturan istər oğlan, istər qız, fərqi yoxdur, yalnız naturadır. Bəlkə də sənətə xidmət edən şəxsin təfəkkürü şübhəsiz adi adamların təfəkküründən yüksək olmalıdır. Leyla ürəyini narahat edən fikirləri biruzə verməmək üçün beləcə zarafata keçdi. Sağa döndü. 2 addım atıb Xalidin bayaq rəfə söykədiyi, çox da böyük olmayan tablonun qarşısında durdu. Rəsmin altında bircə kəlmə söz yazılmışdı. Eşidirsənmi? Şəkildə qədim musiqi aləti kanon və simlər üzərində 2 əl verilmişdi. Musiqi çalanın yalnız əlləri görünürdü. Əsəbi, uzun barmaqların simlərdə oxutduğum nəğməni sanki eşidirdin. Leyla heyran-heyran baxırdı. O ilk dəfə idi ki, rənglərin melodik səsini eşidirdi. Ona desəydilər ki, rənglər nəğməyə çevrilə bilər, inanmazdı. Xalid barmağını tablonun altındakı lövhəciyə uzatdı. Eşidirsənmi? Leyla bir ixtiyar eşidirəm dedi. Hər ikisi ucadan gülüşdü. O elə bilmişdi ki, Xalid eşidirsənmi deyə musiqini soruşur. Sən demə lövhəcikdəki yazını oxuyurmuş. Leyla köksünü ötürdü. Xalid əlini reflektorun qabağına tutdu. Yaman qızıb, deyə işığı keçirtdi. Qaranlıq fürsət tapan kimi özünü ortaya atdı. Əl-ayağa dolaşdı. Ancaq ona üz vermədilər. Xalid stolüstü lampanı yandıran kimi diksindi. Qaçıb yenə gizləndi. Xalid çərçivələri yerbəyer etməyə başladı. Leyla kresloda oturdu. Sərgini nə vaxt açmaq fikrindəsiniz, deyə soruşdu. Mən biləni gələn ilin fevralında. Leyla barmaqlarını bir-bir qatladı. Oktyabr, noyabr, dekabr, yanvar, fevral. Deməli hələ 5 ay var. Elədir, ancaq o qədər görüləsi iş var ki. O Leylanın oturduğu kresloya yanaşdı. O vaxta kimi sizin də portretinizi qutararam. Qutudan bir papiros aldı. Hə, nə vaxt başlayırıq? Bunun üçün mən nə etməliyəm? Ən azı bircə həftə gündə 1-2 saatınızı mənə həsr etməlisiniz, gülümsündü. Ən azı deyirəm. Bəs çoxu? Çoxu da baxarıq da, qaşlarını dartdı. Sizə qarşı o qədər tələbkar olmaram. Mənə elə ən azı bəsdir. Elə isə mən razı, günü sabahdan. Leyla zərif, ağ koftasının qolunu geriyə çəkib saatına baxdı. Yerindən qalxdı. Xalid məzəmmətlə dedi. Sövdələşdilər, düzəlişdilər. Diplomatik əlaqələr aydınlaşdı. Söhbət də bitdi, eləmi? Leyla ehyamla deyilmiş sözlərin fərqinə varmadı. Yox, ona görə yox, dedi. 2 saatdır ki, buradayam.
Anam nigarandı, bunu da əlavə edin də. Leyla qızardı. Xalidə baxmadan pıçıldadı. Təəssüf ki, mən belə deyə bilmərəm. Niyə? Müstəsna olmaq istəyirsiniz? Xalid zarafata keçdi. Axı qızlar çox vaxt belə deyirlər. Leyla sumkasını açdı. Nə isə axtarmağa başladı. Allah belə müstəsnalığı heç kimə göstərməsin. Mən anamı, atamı da itirəndə 7 yaşım vardı. Xalid tutuldu. Əlindən xəta çıxmışdı. Boş bilib əlləşdirdiyi tüfəng qəflətən açılıb birini yaralamışdı. Leyla getməyə hazırlaşdı. Xalid başa düşdü ki, araya çökmüş sükutu pozmaq üçün nə isə deməlidir. Ancaq dilinə tutarlı bir şey gəlmirdi. Əylənmək və əyləndirmək xatirinə zarafatla dediklərindən peşman olduğunu bildirmək istədi. Bacarmadı. Bağışlayın demək üçün münasib söz axtardı. Tapmadı. Leyla yenə dilləndi. Yaxşı, salamat qalın. O əlini Xalidə uzatdı. Xalid onun əlini 2 əlli tutdu və uzun müddət buraxmadı. Leyli, duruxdu. İcazə verin sizə belə deyim. Bu ad bilirsiniz necə gözəl addır? Leyli demə, cənnət içrə bir hur. Məcnun demə, zülmət içrə bir nur. O sözünü kəsib başını aşağı dikdi. Sonra birdən dedi. Əgər bizə bundan sonra görüşmək qismət olmasa belə, bu 2 saatı həyatımın ən xoşbəxt saatları adlandıracağam. Leyla güldü. Xalid müəllim, siz çox təmtəraqlı danışırsınız. Ancaq heç bilmirəm ki, mənim adımı niyə dəyişmək istəyirsiniz? Xoşagəlməz bir şeyi xatırlarmış kimi gözləri yol çəkdi. Bir dəfə də mənim familiyamı dəyişmək istədilər. Mümkün olmadı. İndi də siz mənim adımı dəyişmək istəyirsiniz. Xalidin qaşları çatıldı. Qızın əlini buraxmadı. İnad uşaqlar kimi sözünün üstündə durdu. Axı sizin adınız əslində elə Leylidir. Əyilib saxsı güldandakı zambaqları sudan çıxartdı. Səliqəyə sala-sala davam etdi. Yaponiyada insanın həyatında çiçək xüsusi yer tutur. Məncə yaponları gərək çiçək pərəstişkarı desinlər. Bizim bəlkə də adını belə bilmədiyimiz hər çiçək yaponlarda böyük bir əfsanə ilə bağlıdır. Orada çiçək adət-ənənəsini heç kim poza bilməz. Bu böyük ədəbsizlik sayılır. Onlarda hətta çiçək dili mövcuddur. Orada hər gülün bir mənası var. Hər gülü bir arzu ilə bağlayırlar. Biri hörmət, biri məhəbbət, başqa birisi kədər, hüzn bildirir. Keçən il Moskvada Yaponiyadan qonaq gəlmiş bir rəssamın sərgisi təşkil edilmişdi. Açılış zamanı qızlardan biri rəssama tələbələr adından bir dəstə payız gülü verdi. O tutuldu. Ara sakit olandan sonra soruşdu ki, nəyə görə mənim işlərim tələbə gəncləri qane etmədi? Biz təəccüblə bir-birimizin üzünə baxdıq. Mütərcim də çaşbaş qalmışdı. Haçandan haçana izah etdilər ki, qızın ona verdiyi ağ payız gülləri demə hüzün, kədər bildirirmiş. Leyla Xalidin dəstələdiyi zambaqları ehtiyatla aldı. Çiçəkləri üzünə yaxınlaşdırdı. Gözlərini yumaraq qoxladı. Yaponiyada yəqin ki, zambağın da mənası var, eləmi? Xalid gülümsündü. Şübhəsiz. Hər halda hüzün, kədər bildirmir, buna əminəm, dedi. Otaq qaranlıqdı. Leyla işığı yandırdı. Səriyə evdə yoxdur. Stolun üstündə qırmızı qələmlə yazılmış kağız nəzərini cəlb etdi. Səriyənin xətti idi. Məni gözləmə, çörəyini ye. Dəstərxana fəsəli bükmüşəm, aç götür. Artığını yaxşı bük, qurumasın. Teatrdan zəng çaldılar, çağırdılar. Məndən nigaran olma. Açarı götürmüşəm. Març murç. Səriyə. Leyla gülümsədi. Məktubu cibinə qoydu. Güldana qrafindən su tökdü. Qırmızı zambaqları suya qoydu. Taxtın üstündə oturdu. Mütəkkənin altından ucu görünən jurnalı dartdı. Teatr jurnalı idi. Səriyə ömründə teatr jurnalından başqa bir şey oxumazdı. Leyla jurnalı vərəqləməyə, yazıları adda-budda oxumağa başladı. 5 əsr səhnədə. Yəqin söhbət Şekspirdən gedir. Elədir ki, var. Bu da aktyorun şəkli. Otello rolunu ifa edən aktyorun. Bu vaxta kimi istifadə edilməmiş ştrixlər tapmışdır. 500 ildə azı 500 aktyor öz istedadını bu rolda sınayıb. Otello çoxlarının başına şöhrət tacı qoyub. İndi də təzə, 20-ci əsrin Otellosu meydana çıxıb.
Şekspirin ulduzu 500 il bundan əvvəl parladı. Bu ulduz hər 3 ildə, 5 ildə bir Otello, bir Hamlet doğurur. 4 əsrdir Füzuli şərqdə hökmranlıq edir. Elə bir Azərbaycanlı, Özbək, Türk, İranlı ailəsi tapmazsan ki, orada Füzuli olmasın. Hətta indi Leylaları Leyli kimi göstərmək istəyirlər. Leyla gülümsədi. Şekspir əsrlərdən bəri Avropada Qara Qul adlanan ərəbə elə bir heykal qoydu ki, ancaq şəkildə gözlərini onun gözlərinə zilləmiş aktyor, üzünə hiss yaxmış sərsəriyə, əldə qayırma hoqqabaz gəlinciyə oxşuyurdu. Leyla gözünü şəkildən çəkdi. Təsəvvüründə başqa bir Otello canlandı. O zaman lap kiçikdi. Gərək ki 5 yaşı olardı. Yanı torlu çarpayda yatmışdı. Birdən kimisə bağırdı, sonra pıçıltı ilə danışdı. Leyla gözlərini açdı. Səs qonşu otaqdan gəlirdi. Yox, bu yuxu deyildi. Orada kimsə hönkürürdü. Qız gecə köynəyinin ətəyini yığıb torun üstündən açdı. Döşəmə yalın ayaqlarını üşütdü. Yüyürüb xalçanın üstünə keçdi. O biri otağa açılan qapının pərdəsini ehtiyatla araladı. Aynanın qarşısında oturan adamın enli kürəyini gördü. Kim ola bu? O əllərini bir-birinə sürtür, gah ucadan, gah pıçıltı ilə danışırdı. Kiminlə danışırdı? Axı otaqda heç kim yoxdur. Başa düşmədiyi sözlər qızın canına üşütmə saldı. Öz-özü ilə danışan adam ucadan güldü, gülə-gülə ağladı. Qızcığaz özünü ələ ala bilmədi. O da çığırıb ağladı. Öz-özü ilə danışan adam cəld geri döndü. Bay, bu ki atasıdır. O Leylanı qucağına alıb sinəsinə sıxdı. Qızı, sən burada nə gəzirsən? O qızcığazın ipək saçlarına sığal çəkdi. Yaşlı yanaqlarından öpdü. Ay aman, sən nə duzlusan, deyə dodaqlarını onun yanağına sürtdü. Sən ki şirin, lap şirin, şip-şirin qızdın. Kim sənə duz qatdı? Leyla hər iki əlini onun sinəsinə qoyub üzünü ondan uzaqlaşdırdı. Eləmə, tikanların üzümə batır. Atası onun ayaqlarını ovdu. Gör şəkər buralar necə buzluyub. De tez gəl, onları yorğana bükək. O Leylanı yanı torlu çarpayıya saldı. Özü də çarpayının böyründə oturdu. Nə fikirləşdisə yenə gülümsədi, soruşdu. Qızı, niyə elə ağladın? Leyla içini çəkə-çəkə dedi. Sən kimə elə acıqlanırdın? Sən kiminlə dalaşırdın? Bir də axı mən bilmədim ki, bu sənsən. Salih ucadan güldü. Bu mən deyildim, Otello idi. Bu yaxınlarda ananla teatra premyeraya gələrsən. Onda bilərsən ki, Otello kimdir? Leyla ayaqlarını bir-birinə sürtüb yerindəcə yırğalandı. Yox, yox, mən bilirəm ki, bu səndin, bu səndin. Özüm gördüm ki, bu sənsən. Salih qızı yorğana bükdü. Əli ilə onun ayaqlarını bir də yoxladı. İndi gözlərini yum, yorğanı da açma. Yoxsa soyuq içəri girib ayaqlarını dişlər. Mən o biri otaqda məşğulam. Yenə çığıracaqsan, elə danışma, mən qorxuram. Yaxşı qızım, yat, mən heç yerə getmirəm. Burdaca oturub sənə layla çalım, yaxşındımı? Yaxşı, əlini də bax, bura vur, anam kimi. Salih əlini aram-aram yorğanın üstünə vurmağa başladı. Layla deyim sənə mən. Teatr jurnalı onun dizlərinin üstündən sürüşüb düşdü. Leyla gözlərini yummuşdu. Qulaq asırdı. Səs lap aydın eşidilirdi. O günü bu gündən ayıran illərin yolları xəyalın gücü ilə qısaldı, qısaldı. Leylaya elə gəldi ki, elə bu saat qalxıb qonşu otağın qapısını aralasa, atasını görəcək. Görəcək ki, Salih yanar oradaca, bədənnüma güzgünün qabağında durub məşq edir. Gözlərini açdı. Qonşu otağa baxan qapı isə bağlı idi. Onu 17 il bundan əvvəl küləkli bir gecədən sonra bağlamışdılar. Qapı cırıldadı. Səriyə içəri girdi. Yağışdan islanmış göy plaşı par-par parlayırdı. Parıldayan təkcə plaşı deyildi. Başındakı yaylığı, ortadan yanlara ayrılmış saçları, üzü də işıldayırdı. O qapının ağzında durmuşdu. Üst başından daman damcılardan bir neçə yerdə xırdaca gölməçələr əmələ gəlmişdi. Andıra qalsın bu yağışı, vaxt tapdı yağmağa. Elə süzələnir ki, tut ucundan çıx göyə. Allah qeyraq eləsin. Səriyə deyib soyunmağa başladı. Leyla qalxa plaşı onun əlindən aldı.
Dəhlizə çırpmaq istəyirdi ki, Səriyə onu qaytardı. "A bala, mıxçadan az qurusun, ora çırpma. Əfruz xanım çıxıb abrımızı tökər." O stolun üstünə göz gəzdirib soruşdu. "Kağızı oxudun, yeyib içmisən?" "Yox, ciyi, səni gözləyirdim." Səriyə başını buladı, dinmədi. Gözü qara güldandakı zambaqlara sataşdı. Gülləri iylədi. "Oxay, nə gözəl ətri var bəxtəvərlərin. Bizim dağların ətri gəlir onlardan." Sonra çaydanı götürüb mətbəxə keçdi. Leyla stolun üstünü hazırladı. Pendir doğradı, üzüm yudu. Bu vaxt mətbəxdən qarışıq səslər eşidildi. Əfruz xanım yoğun xırıltılı səslə ucadan deyirdi. "Bu gecə vaxtı gərək çay içəsən. Dəymə konforkalara. Mürəbbəm qaynardan düşər." Səriyə yavaş danışırdı. Dediklərini eşitmək olmurdu. Leyla qapını aralayıb onu səsləmək istəyirdi ki, Səriyə əlində çaydan içəri girdi. Çaydanı stolun üstünə qoydu. Leyla onun qolundan tutub stula oturtdu. Özü də onunla üz-üzə əyləşdi. "Ciyi, sən Allah qanını qaratma. Çayı sonra içərik. Axı çaya ehtiyac da yoxdur. Üzüm, pendir, fəsəli, bundan yaxşı nə istəyirsən?" Səriyənin eyni açıldı. Leylanın səliqə ilə hazırladığı süfrəyə göz gəzdirdi. Bəh, lap şah süfrəsi düzəltmisən ki." Leyla kəhraba kimi sarı şanı giləsinin salxımından qoparıb ağzına apardı. "Ciyi, niyə gec gəldin? Təmirdən bəyəm iş qutarır, açılışa bircə həftə qalır. Hələ bir yerdə səliqə səhman görünmür. Sonra da Hamletin məşqinə baxdım, adam çoxdur." O fikrə getdi. Zarafat deyil, 17 ildir Şekspir repertuardan düşüb. Nə Hamlet, nə Otello, nə Kral Lear. Hardadır bu rolların öhdəsindən gələn aktyorlarımız? Səsini alçaltdı. Qonşu otağı işarə etdi. "Deyirəm, intriqa deyil əlindən gələ. Əsəri səhnəyə qoymaq üçün istedad lazımdır." Başını yırğaladı. "Heç yadımdan çıxmır. Getsin o illər gəlməsin." Gündə birinin adı siyahıdan düşürdü. Teatr tamam boşalmışdı. Qalanlar da bir-birinin üzünə şübhə ilə baxırdılar. Bir gün məşqdən əvvəl bu, o yenə qonşu otağa işarə etdi. Camaatı kabinetinə yığdı. Çox dil tökdü. Axırda dedi ki, nəhayət teatrımızı xalqın düşmənlərindən təmizlədik. İndi gərək... Şərif onun sözünü ağzında qoydu. Arxadan çığırdı. "İstedadlardan təmizlədik de. İndi də gərək istedadsızları istedad qayıraq. Şübhəsiz üzərimizə çox böyük vəzifə götürmüşük." Kimsə dinmədi. Gözlər dizlərə dikilmişdi. "Dostum." Səriyə yenə qapıya işarə elədi. Əvvəl karıxdı, sonra özünü ələ aldı, camaatı nəzərdən keçirtdi. Sözlərin təsirini üzlərdən oxumaq istəyirdi. Təmkinlə dedi. "Xahiş edirəm, sərxoş halda teatra gəlməyəsiniz." İnandırıram ki, Şərif o gün heç içib eləməmişdi. Vahab bilirdi ki, onun xalq arasında elə teatrın özündə də hörməti çoxdur. Camaat dağılışandan sonra məni Şərifin ardınca göndərdi. Şərif fikirli-fikirli məni dinlədi. Qəzəblə üzümə baxdı. "De ki, dəməm, aylandan sonra gələrəm." Ertəsi gün axşam Lül Qəmbər içəri girdi. Mən otaqda təkdim. Vahab da öz kabinetində oturmuşdu. Şərif üstümə şığıdı. "Ay Dilman, sahibin yerindədir?" Cavab gözləmədən qapını itələyib kandarda durdu. "Buyruq sizinkidir, adil hökümdar," deyib təzim etdi. Mən cəld qapını örtdüm. Elə bir tikan üstə oturmuşdum. Xeyli vaxt keçdi. Zəngi basdılar. İçəri girdim. Kresloda üz-üzə oturmuşdular. Stolun üstündə 2 bayda vardı. Şərifinki boşdu. Direktorunki isə yarımdı. Ürəyimdə Şərifə acığım tutdu. "Səni də xırdaladılar. İndi sağa, sola xərcləmək olar." O yayxanıb oturmuşdu. Çənəsi sinəsinə dirənmişdi. Daz başını və enli alnını görürdüm. Elə bir mürgüləyirdi. Vahab 2 stəkan pürrəng çay istədi. Öz otağıma keçdim. Ürəyimdə Şərifin qarasını alıb verdim. Cəsarətim bu imiş. Bir bayda konyaka satıldın. Baxarıq. Bildirçinin bəyliyi darı sovrulana kimidir. Vaxt gələr, bu əclaf sənin də payını verər. Vahabın səsi gəldi. Elektrik çaydanını şəbəkəyə keçirib qulaq verdim. Qapı aralı qalmışdı. Söhbəti aydın eşidirdim. Vahab aram-aram danışırdı. "Mənim üçün fərqi yoxdur. Heç kimdən qorxmuram. Mən sənin xeyrinə deyirəm."
Nəyinə lazımdır? Niyə belə işlərə qarışırsan? Deyir alan arıq, satan arıq. Sənə nə düşüb ay boynu buruq? Bir müddət dinib danışmadılar. Yenə Vahabın səsi gəldi. İnkar eləmirəm. Teatrımızı xalqımızın düşmənlərindən təmizləməyə kömək etmişəm. Elə bilirəm yüzləri xilas etmək üçün bir-iki adamın mədəniyyətimizin xeyrini aradan götürmüşüksə, bu ancaq xeyirxahlıqdır. Mənə vicdanım belə buyurub. Vaxt gələr başa düşərsiniz ki, nə etmişəm. Yalnız və yalnız xoş niyyətlə, xalqıma xidmət məqsədi ilə etmişəm. İnan, vicdan haqqı belədir. Elə buna görə də xüsusən səni xəbərdar eləyirəm. Bil ki, mənə, mənim xalqımın səadətinə mane olanları kim olursa olsun. Şərif ucadan güldü, onun sözünü kəsdi. Bəh, 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 afərin, xalqa bax, xalqın igid oğluna bax. O elə gülürdü ki, deyirdin ürəyi partlayacaq. Birdən səsi qırıldı. Bilirəm, istedadsız adamların yolunda durmaq çox qorxuludur. Onlar öz köpək dişləri ilə səni didə bilərlər. Şərif əfəndiyev, məncə bu cəhətdən sənin öz dişlərin də pis deyil. Bununla belə mən heç kimi yemək fikrinə düşməmişəm. Ona görə ki, cəsarətin çatmayıb. Bilirsən ki, məni dişləsən də çeynəyi buda bilməzsən. Udmaq deyirsən, səni kim udmaq istər? Sən üfunət qoxursan. Səriyə sözünü kəsdi, fikrə getdi. Xatirə xatirəni, söz sözü çəkib gətirirdi. Leyla köksünü ötürdü. Necədir indi Şərif dayı? Heç yoluxursunuzmu onu? O gün uşaqlar getmişdilər. Deyirlər vəziyyəti ağırdır. Necə vaxtları vardı? Kral liri oynayanda görəydin onu. Tamaşa qutarardı, cəmaat getmək istəməzdi. Tez-tez bizə gəlib gedərdi. Atamla dostdu. Anam qarasınca danışanda inciyərdi. Deyərdi, hər gözəlin bir eybi olar. Şərif gərəkli adamdır. Cavanlara lazımdır. Rəndədir. Onların kələkötür yerlərini cəlb edib rəndəliyir. Leyla gülümsədi. Özü də bilirdi ki, atam ona rəndə deyir. Rəndə. Yaxşı tapmışdı Salih Yanar bu adı. Şərif kənddən kəsəkdən gəlmiş, ancaq canında səhnə odu olan cavanları tez seçərdi. Balaca bir istedad nişanı gözünə dəydimi, o saat düşəcəkdi dalına. Özü də əllərini ölçə-ölçə deyərdi. İşıq ucu görürəm, onu sərbəst buraxmaq olmaz, gərək kələkötürünü rəndələyəsən. Adicə qum, dəniz qumu məqamında balıq qulağı içərisinə düşəndə inciyə çevrilir. Səriyə əllərini dəsmala sildi. Göz ucu saata baxdı. Ay aman, gecə keçdi. Bir gör saat neçədir? Başımız söhbətə qızışdı. Səhər qalxa bilmərik. Dur qızım, sən də dur. Söz dediyin dəmirdir. Döydükcə uzanar. Birazdan işıq söndü. Hər ikisi yatağa uzandı. Yağış kəssə də külək kəsməmişdi. Yarpaqlar şüşəni döyəcləyirdi. Leyla gözlərini yummuşdu. Qulağı səsdə idi. Yarı örtülü pəncərənin arasından süzülən küçə fənərinin işığı iki çarpayının arasına düşmüşdü. Səriyə ilə Leylanın gözünə yuxu getmirdi. Bayaqki söhbət keçmişləri xatirələr aləmindən alıb bir-bir ortaya tökmüşdü. Səriyənin nəfəsi kəsik-kəsik, xırıltılı çıxırdı. Leyla qulaq asır, fikirləşirdi. Görəsən yatır? Səriyə üzünü divara çevirmişdi. Leylanın həzin nəfəsini dinlədikcə öz-özünə deyirdi. Yatmayıb, neçə gündür gözümə bir təhər dəyir. Gülləri kim verib görən? Özü alsaydı bir ikisini alardı. Paydır. İstədim soruşum, nəyə lazımdır? Min xala yığılsa bir ananın yerini verməz. Yaxşı insandı Zivər. Neçə ay bir yerdə olduq. Ana bacı kimi dolandıq. Salih Yanar özü də qızıl kimi adamdı. Səriyə köksünü ötürdü. Ciyi, niyə yatmırsan? Bəlkə pəncərəni örtüm. Yox, örtmə, sərin gəlir. O dərindən nəfəs aldı. Zambaqların ətri otağı bürüyüb. Bəxtəvərlərin nə gözəl qoxusu var. Leyla yanı üstə çevrildi. Bugün birisi, bir rəssam danışırdı ki, Yaponiyada gülə pərəstiş edirlər. Orada hər çiçəyin bir mənası var. Yapon dillə demək istəmədiyini çiçəklə ifadə edir. Yaxşı ənənədir. Deyirdi, görürsən ki, ailənin heç nəyi yoxdur. Ancaq içəri girirsən, otaqda birinci gözünə dəyən çiçəklər olur. Çiçəkdən yaxşı nə var ki?
Pəncərə şüşələrinə toxunan payız yarpaqlarının yeksənək nəğməsini dinləyə-dinləyə xumarlandı. Ona elə gəlirdi ki, bu ötən günlərdir. Pəncərə şüşələrinə nə isə hey pıçıldayır. Yadındamı? Yadındamı? Başqa bir səs isə həmin pıçıltını batırır. Leylanın dili ilə deyirdi. Bugün birisi, bir rəssam. Kimdir görən birisi? Leylanın çarpayısı cırıldadı. O indi də o biri böyrü üstə çevrildi. Gözlərini iki çarpayının arasına düşən işığa zillədi. Pəncərəyə toxunan payız yarpaqlarının pıçıltısı onun da yuxusunu qovmuşdu. Leylaya elə gəlirdi ki, bu onun bəxtidir. Ayaz payız gecəsi pəncərəni döyən o xoş bir sabahı səsləyirdi. Günəşli bir sabahı. Bu sabah da sanki ağ yelkənli gəmi idi. Leylanı bələd olmadığı, bu vaxta kimi görmədiyi bir aləmə aparmağa tələsirdi. Sabah saat 5-də o yenə dar, qaranlıq dalandan keçib Şuşa emalatxanasına qalxacaqdı. Sonra Xalidin arzuladığı kimi qarşısında oturacaqdı. Xalid necə istəsəydi, eləcə. Axı rəssamın qarşısında oturan kim olur olsun, fərqi nədir, naturadır, modeldir, yalnız model. Leyla bir ixtiyar başını yırğaladı. Mən model olmaq istəmirəm, gözlərini yumdu. Sabah da heç yerə getməyəcəm. Başqa bir səs deyirdi. Gedəcəksən, kimdir sənin getməyəcəyinə baxan, mütləq gedəcəksən. Leyla qəribə bir yüngüllük hiss edirdi. Səriyə işə gedəndən sonra ev eşiyi səliqəyə saldı. Naftalinli paltarları zivəyə sərdi. Səriyənin qazançada islatdığı yarmanı dəmə qoydu. Mətbəxdə əl-üzünü yuyanda uzun dəhlizdə kiminsə dabanlarının səsini eşitdi. Ayaq səsləri mətbəxin qapısında kəsildi. Leyla üzünün sabununu yumaq üçün başını kranın altına əydi. Arxada balaca təranənin səsi eşidildi. Leyla bacı, tez gəl, səni telefona çağırırlar. Nənəm məni dalınca göndərdi, tez ol. Leyla üzünü çevirəndə gülməkdən oğunub getdi. Təranə nənəsinin yaşıl yelənli ağ kəlağayısını çiyinlərinə salmışdı. Ayağına hündürdaban yekə çəkmə geymiş, dodaqlarına da şəbbu gülünün tünd qırmızı ləçəklərini yapışdırmışdı. Səriyə idi zəng çalan. Deyirdi ki, işdən sonra uşaqlarla birlikdə Şərifi yoluxmağa gedəcək. Kişinin halı ağırlaşıb. Leyla dəhlizə açılan aynəbəndli qapıdan içəri göz gəzdirdi. Xalid arxası şüşəbəndə dayanmışdı. Sol qoltuğunun altından görünən sağ əlinin uzun barmaqları tərpənirdi. Barmaqlar elə bil havada nəyisə axtarırdı. Leyla şüşəni yavaşca taqqıldatdı. Xalid cəld qapıya sarı döndü. Leyla ala qaranlıq dəhlizə girəndə gülümsünə soruşdu. Yəqin gözləmirdiniz, eləmi? Yox canım, vaxtında gəlibsiniz. Necə gözləmirdim, gözləyirdim. Özü də lap səbirsizliklə gözləyirdim. O dodaqlarının arasında közərən papirosun tüstüsündən açan gözlərini qıyaraq gülümsündü. Nazik payız paltosunu Leylanın əlindən aldı. Ancaq doğrusu belə dəqiqliyi gözləmirdim. Divar saatına işarə etdi. Düz şərtləşdiyimiz vaxtda yenə gülümsədi. Qızlar axı gözlətməyi sevirlər. Leyla emalatxanaya açılan qapının kəndarında dabanları üstə geri çöndü. Qaşlarını dartdı. Yenə qızlar, görünür qızlara çox yaxınsınız deyə xasiyyətlərini yaxşı bələdsiniz. Ancaq hamını eyni ölçü ilə ölçməyin. Xalid papirosu dişləri arasında sıxdı. Leyla cavab gözləmədən otağı gözdən keçirdi. Molbertin üzərindəki rəsmə gözü sataşanda gözlərini rəsimdən 2-3 dəqiqə ayırmadı. Bunu dünən göstərməmişdiniz, dedi. Xalid başını yırğaladı. Təzə əsərinizdir? Keçən il işləmişəm. Sərgiyə verdim, qəbul etmədilər. Daşlı, kəsəkli səhra, nəhəng bir əjdaha, qan çanağı gözlərini qarşısındakı 2 nəfərə, Xalidlə Leylaya zilləyib. Dal ayaqları üstündə şahə qalxmış, qabaq pəncələri ilə havanı qamarlamaq istəyir. Adama elə gəlir ki, o bu saat asimanı çəngələyib udacaq. Leyla darxırmış kimi dərindən nəfəs aldı. Sonra çiyinlərini əsdirdi. Ona baxanda adamın canına üşütmə düşür. Xalid dinmirdi. Onun gözləri rəsmdə idi. Bunu da naturadan işləmisiniz? Xalid başını yana əydi. Şübhəsiz, dedi.
Əlini alnına apardı. Onu burada oturtmuşdum. Yəqin fikirləşirsiniz ki, başında belə naturalar gəzirən adamla tanışlıq qorxuludur. İcazə verin sizə bir yersiz sual verim. Onda siz də icazə verin deyim ki, nə soruşmaq istəyirsiniz. Soruşacaqsınız ki, bunu nə üçün çəkmişəm? Paho, mən sizin ikinci istedadınıza da valihəm. Cəsarətlə səhnədə bilici kimi çıxış edə bilirsiniz. Səhnədə niyə? Elə sizin qarşınızda çıxış edirəm, mənə bəsdir. Təşəkkür. İndi də bəlkə öz sualınıza özünüz cavab verəsiniz. Leyla xanım, bu nə əjdaha, nə də dinozavrdır. Mən müharibə kabusunu vermək istəmişəm. Bilmirəm, bəlkə nail olmamışam. O Molbertə yaxınlaşıb, uzun barmaqlarını əjdahanın caynaqları həndəvərində gəzdirdi. Görürsünüzmü? Torpaq onun dəhşətli pəncələri altında necə inləyir? Sısqa otlar necə can verir? Həyatın nəfəsi necə kəsilir? Onun dodaqları qaçdı. İndi deyə bilərəm ki, mən istəyimə nail olmuşam. Madam ki, mənim əjdaham sizə belə təsir eləyir demək, Leyla onun sözünü kəsdi. İnsana kədərlərini unutturmaq lazımdır. Müharibənin ağırlığını o hələ də öz çiyinləri üzərində hiss edir. Bir yandan da siz onun dərdinin üstünə dərd qoyursunuz. Xalid başını məzəmmətlə buladı. Bəşər fəlakət qarşısındadır, əzizim. Bu əzizimi elə səmimiyyətlə dedi ki, Leylanın donmuş ürəyi birdən-birə yumşaldı. Bunu unutmaq olmaz. Mənə elə gəlir ki, bu təhlükədən danışmaq, onun bütün dəhşətlərini göstərmək sənətin nəinki vəzifəsi, hətta borcudur. Leyla başını yırğaladı. Düz demirsiniz, ürəklərdə həyat eşqini coşdurmaq lazımdır. Ölüm həyatın bircə anıdır, əlbəttə ciddi bir anı. Lakin onun mənasını həddindən artıq şirdib həyatın üstünə kölgə salmaq olmaz. Siz isə, Leyla gözləri ilə rəsmə işarə etdi, siz isə insanı ölüm təhlükəsi ilə qorxudur, səksəkəli etmək istəyirsiniz. Bax, buradaca səhv edirsiniz. Mən onları düşündürmək istəyirəm. Demək istəyirəm ki, ey insanlar, yeni kəşfə qarşı ehtiyatlı olun. Çünki bu kəşf dünyanı behişdə, insanları huri və mələklərə də döndərə bilər. Planetimizi qalaktikadan silə də bilər. Leyla stul çəkib əyləşdi, köksünü ötürdü. Yox, dedi. Hər halda sənətin vəzifəsi bu deyil. O şəhadət barmağını əjdahaya sarı uzatdı. O insanı ram edər, ürəyini kölə ürəyinə döndərər, mərdanəliyinə xələl gətirə bilər. Bu sənət yalnız qorxu, dəhşət təlqin edir. O insana acizliyini sübut etmək istəyir. Leyla üzünü döndərdi. Onların nəzərləri qarşılaşdı. Xalid kağız kimi ağarmışdı. Hər halda o olan yerdə gözləri ilə tabloya işarə etdi. Səadətdən danışmaq saxtakarlıqdır. Necə deyərlər, şirin yalandan acı həqiqət yaxşıdır. Biz atom əsrində yaşayırıq. Hər dövründə öz qanunları var. Leyla istehza ilə qımışdı. Demək dövrün qanunları çərçivəsindən çıxmaq qadağandır. Xalid özünü eşitməzliyə vurdu. Sözünə davam etdi. O adamlar ki, atomu bəşəriyyətin sadəcə növbəti kəşflərindən biri sayır, yanılırlar, gülümsədi. Əslində biz bir-birimizə iki məlum həqiqəti sübut etməyə çalışırıq. Həqiqət birdir, onu ikiləşdirmə. Elədir, ancaq biz ona müxtəlif aspektlərdən baxırıq. Fiziklər demişkən, iki işıq nöqtəsindən. Məhz buna görə də o bizdə müxtəlif cürə çatır. Leyla yorulmuş kimi əlini alnına çəkdi. Dikəlib kürəyini söykənəcəyə verdi. Onda heç mübahisəyə dəyməz. Xalid ona təbəssümlə baxdı. Şübhəsiz, işığı söndürərsən qaranlıq olar. Ətrafdakı çala çuxuru görməzsən. Ancaq addımını atsan, büdrəyib qılçanı sındırarsan. Leyla gileyləndi. Siz nə olur olsun məni məğlub görmək istəyirsiniz, dedi. Düz deyirsiniz. Bu sözləri qızıl suyu ilə yazmaq olar. Həqiqəti görmək üçün işıq lazımdır. Bu işıq da sənətkarların ürəyində yanmalıdır. Sizin tablonuzda isə işıq təsadüfən aralanmış qapının arasından düşür. Xalid qutudan bir papiros götürdü, yandırdı. Gözlərini Leylanın gözlərindən ayırmadı. Özü ilə danışırmış kimi qızın dediklərini təkrar etdi. Demək qapının arasından düşür. Qapının arasından. Leyla yerindən qalxdı. Əjdahanın dava dalaşı nə uzun sürdü? Xalid onun qarşısında dayanmışdı. Leyla qolundakı saata işarə etdi.
Yaxşı deyiblər ki, söz dediyin dəmirdir, döyüldükcə uzanar. Düz 1 saatdır buradayam. Bəlkə bugün naturaçıya heç ehtiyacınız yoxdur? Xalid müqəssircəsinə gülümsədi. Bu dəqiqə ona naturaçı lazım deyildi. Sərin hava lazımdı. Dalğalı dəniz lazımdı. Külək lazımdı. Bir də elə bu qız, Leyla lazımdı. Leylanın qonur gözlərində dərin səmanı, xurmayı saçlarında şıltaq xəzəri görürdü. Xalid müharibə kabusunu Molbertdən götürdü. Təzəcə çərçivəyə saldığı kətanı onun yerinə qoydu. Yumşaq kreslonu pəncərə qabağında o tərəf bu tərəfə çəkib işıq səmtini təyin etdi. Buyurun, hansı pozada istəsəniz otura bilərsiniz. Necə rahatsa eləcə. Leyla oturub kürəyini söykənəcəyə verdi. Qollarını dirsəklərə dayadı. Oxay, nə rahatdır. Beləcə səhərə kimi oturmaq olar. Sonra qaşlarını dartıb sözünə düzəliş verdi. Birdən elə bilərsiniz ki, mən doğrudan səhərə kimi beləcə oturmaq istəyirəm ha. Xalid uzun barmaqlarını saçlarına çəkdi. Tellərini yuxarı qaldırdı. Nə olar ki, səhəri diri gözlə açmağın başqa ləzzəti var. Emalatxanada? Əlbəttə yox. Xəzər sahilində, ya bir dağ döşündə. Bir dəfə mən Elbrusda günəşin doğmasının şahidi olmuşam. Ömrüm boyu o fəcri unutmaram. Gecənin bir aləmində Elbrusun zirvəsində nəhəng bir tonqal yandırdılar. Dağın buzlaq zirvəsi möhtəşəm büllur çinçiraq kimi gecənin sinəsindən asılmışdı. Xalid palitradakı rəngləri qarışdırırdı. Quruntulanmış kətanın üzərinə bir neçə mazok vurdu. Leylanın üzünü nəzərdən keçirməyə başladı. İndi o bayaqkı kimi baxmırdı. Leylaya elə gəlirdi ki, bu gözlər onun üzündəki cizgiləri parçalayıb, ayrı-ayrılıqda tədqiq edir. Sonra toplayır, xətlərin ümumi, təbii ahənginə nə isə əlavələr edir. Və bu əlavələr təkcə onun xarici görünüşünü deyil, üzündəki cizgilərin nisbətini deyil, daxilən də dəyişir. Onu başqa bir Leyla edir. Sizə belə diqqətlə baxmağımdan narahat olmursunuz ki? Yox, Leyla çiyinlərini çəkdi, gülümsədi. Rəssama nə demək olar? Deyirlər, rəssam gözləri ilə görür, gözləri ilə eşidir, gözləri ilə danışır və gözləri ilə duyur. Görə bu doğrudur? Xalid fırçanı qaldırıb palitradakı rənglərə baxa-baxa dedi. Biraz. Hə, bağışlayın, deyəsən mən öz çərən-pərən sözlərimlə sizə mane oluram. Yox, qətiyyən, əksinə kömək edirsiniz. O yenə başını qaldırıb Leylanın üzünə baxdı. Qız indi çox ciddi görünürdü. Nəzərləri ilə soruşurdu. Siz ancaq və ancaq rəssamsınızmı? Hər yerdə, həmişə yalnız rəssam, eləmi?